Yaz fəsli bu bürclərin həyatında yeni səhifə açacaq. 2026-cı ilin yaz fəsli bəzi bürclər üçün həqiqətən dönüş nöqtəsi olacaq. Bu dövrdə həyatlarında yeni səhifə açılacaq bürclər bunlardır. Qoç, yaz sənin üçün sıfırdan başlanğıc deməkdir. Köhnə problemlər arxada qalır. Geniş iş və maddi imkanlar açılır. Risk etsən böyük qazanc əldə edə bilərsən. Boğa, uzun müddətdir gözlədiyin sabitlik nəhayət gəlir. Pul və ailə həyatında rahatlıq yaranır. Ən önəmlisi daxili sakitlik tapacaqsan. Şir, sənin parlayacağın dövr başlayır. Yaz sənə həm sevgi, həm də nüfuz gətirir. Ətrafındakı insanlar səni daha çox qiymətləndirəcək. Əqrəb, həyatında kəskin dönüş olacaq. Köhnə bağlar qırılır. Yerinə daha güclü və səmimi münasibətlər gəlir. Maddi baxımdan da yüksəliş gözlənilir. Balıqlar, ilham və şans səninlədir. Yeni ideyalar, yeni yollar açılır. Əgər düzgün qərarlar versən, həyatın tamamilə dəyişə bilər. Ümumi enerji yaz fəsli bu bürclərə şans, yenilənmə və irəliləyiş gətirir. Ən vacibi qorxmadan addım atmaqdır.